Tamamlanmamış simfoniya si minor. Schubertin instrumental əsərləri özünün tarixi və bədii dəyərinə görə vokal əsərlərindən əskik deyildi. Onların diapazonu olduqca geniş idi. Schubertin instrumental yaradıcılığı iki geniş xəttlə irəliləyirdi. İri silsiləli formalar və məişət musiqisinin ənənələri ilə sıx bağlı olan kiçik formalar. Onların arasında əsas yeri rəqslər, lentlər, valslar, ekosizlər tuturdu. Onların çoxu burgerlərin ev şəraitində, rəqs gecələrində improvizələrin müəllif yazılarıdır. Yenə də ev şəraitində ifa üçün onlara saysız hesabsız 450 fortepiano pyesləri, marşlar, uverturalar, fantaziyalar aiddir. Burada Schubert yaradıcılığının şedevri Macar divertismenti ilk dəfə professional musiqidə Macar və Qaraçı musiqisinin lad, intonasiya dövrləri ritmlərinin gözəl saflıqla səsləndiyi əsər idi. Schubert instrumental miniatürlərin bəstələnməsi ilə yanaşı intensiv olaraq instrumental musiqinin iri həcmli klassik formaları, trio, kvartet, kvintet, sonatalar və simfoniyalarda yazırdı. Lirizm simfoniyanın yeni keyfiyyətidir. Ondan romantik simfoniyanın ən mühüm xüsusiyyətləri törəyirdi. Schubertin bitməmiş si minor simfoniyası yeni tendensiyaların və istiqamətlərin cəsarətli və yüksək səviyyədə həyata keçirilməsini özündə əks etdirirdi. 1813-18-ci illər arasında bitməmiş simfoniyadan qabaq, yazılmış 6 simfoniyada Schubertin yaradıcılıq sərbəstliyinin yetişməsi, onun özünəməxsus simfonizminin cilalanması müşahidə olunurdu. Bitməmiş simfoniyada isə Schubert yeni cərəyanın carçısı kimi çıxış edirdi. Bitməmiş və do major simfoniyaları romantik simfonizmin tipik və mükəmməl ifadəsi idi. Romantik musiqidə lirik ifadə edilmənin sərbəstliyi çox vaxt poetik proqram ilə səsləşirdi. Silsilə quruluşlarının fərdiləşməyə meyli buradan qaynaqlanır. Bu zaman iki tendensiya biruzə verirdi. Biri silsilənin sıxılmasına, ikinci isə genişlənməsinə, bəzən hətta ifrat dərəcədə genişlənməsinə aparırdı. Bu nöqteyi nəzərdən lirik dramatik simfoniyanın yeni tipi kimi bitməmiş simfoniya tam bitmiş əsər idi. Çünki ona daxil edilmiş lirik obrazların dairəsi və onların inkişafı iki hissə həddində öz inkişafını başa çatdırmışdı. Simfoniyanın hissələri arasında daxili qarşı qoyulmalar yoxdur. Hər iki hissə lirikdir, lakin onların lirikası müxtəlifcəsinə təsvir olunub. Birinci hissədə lirik həyəcanlar faciəvi kəskinliklə, ikinci hissədə isə rahatlıqla, işıq xəyalpərəstliklə qovuşmuş idi. Birinci hissə tutqun girişlə, bir növ epiqrafla başlayır. Bu, lakonik ifadə edilən kiçik mövzu olub, əzab, daimi sual, gizli həyəcan, lirik düşüncə kimi romantik obrazların bütöv bir konsepsiyasının ümumiləşməsi idi. İkinci hissə Andante con moto, onun kədərli ayrılığının poeziyası təcəssüm edilib, gah sakit seyirci, gah azca həyəcanlı dərin, lirizm simfoniyanın ağır hissəsinin mövzularından gəlir. Bitməmiş simfoniyada digər əsərlərdə olduğu kimi Schubert sadə insanın həyatını, hisslərini mərkəzdə yerləşdirmiş. Bu simfoniyada yüksək dərəcəli bədii ümumiləşməyə nail ola bilmişdi.